Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Həkim həyəcan təbili çaldı. İndiki xəstəliklər 2-3 həftə davam edir. Fəsil dəyişkənliyi ilə əlaqədar insanların immun sistemləri zəifləyir. Xüsusilə yaz fəsli Ramazan ayı ilə üst-üstə düşdüyündən hava dəyişikliyi, qışın sonları, baharın gəlişi qrip və digər yoluxucu xəstəliklərin yayılmasına səbəb olub. Bu zaman immun sisteminin reaksiyası zəifləyir. İnsanlar daha tez soyuq dəymən, qrip və digər infeksiyon xəstəliklərə yoluxurlar. Baku şəhər və paytaxt sakinləri arasında immunitetinizi necə qoruyursunuz sualı ilə sorğu keçirərək onların fikirlərini öyrənib. Vətəndaşlar günəş çox yoxdursa, D vitamini içmək, tərəvəzlərə üstünlük vermək lazımdır. Sağlam qidalanın, mayını çox qəbul edin. İdmanla məşğul olmaq da vacibdir. İndi xəstəliklər 2-3 həftə davam edir, amma əvvəllər maksimum 2-3 günə keçirdi.